olmuşdu? Bilirsiniz, mən heç vaxt inanmırdım da. Çünki o vaxtı mən eşitmişdim ki, mənə onsuz da 3-4 dənə filmə yoxlamışdılar. Deyirdilər ki, sənin üzün ekrana düşmür. Hətta. Bəli. Və eşitmişdim ki, Nəsimi çəkiləcək və ora məşhur bir aktyor çəkəcəklər. Bu gətirib mənə verəndə mən elə bildim ki, o pitiska qoyurlar. Yəni ki, hə, 4 nəfər yoxladıq, amma... Prosedur qayda kimi. Prosedur qayda kimi. Sonra mənə gəldilər, çıxartdılar oradan, göndərdilər sanatoriya. Sonra rəhmətli Həsən Seyidbəyli məni hər gün saat 3-də hökumət evində kino ittifaqı vardı. Ora məşqə çağırırdı. Yavaş-yavaş 2 ay məşq elədik biz. O tam əmin oldu ki, mən onu oynaya bilərəm. Ondan sonra o mənə aktyor kimi, mənim üzümə vurulmuşdu o. Ki, mən istəyirəm ki, Nəsimiyə heç kimin tanımadığı adamı çəkəm. Amma üzündə də bir qədimlik olsun, bir folklora oxşayan bir o sonradan dedi mənə.